Bakıxanov qəsəbəsində çox gözəl bir ərazidir. 252 nömrəli məktəblə üzbəüz məhəllədə ərazini tanıyanlar bilir. Yaşıllıqla əhatə olunmuş məhəllədə Can Polad Klinikasının məhəlləsində Leningrad layihəli 9 mərtəbəli binada ən gözəl mərtəbəsində, 3-cü mərtəbəsində əziz dostlar, qanuni 3 otaqlı mənzilimiz satışa çıxır. Ərazi çox gözəl ərazidir. 252 nömrəli məktəb, Aygün Mall Ticarət Mərkəzi, Bakıxanov Ticarət Mərkəzi. Dostlar, məhəlləsinə söz olanmaz. Dediyim kimi, marşrut xətti də Neftçilər metro stansiyasına, düz elə binanın qarşısından fəaliyyət göstərir. Yerləşim yeri çox əladır. İndi istəyirəm mənzilin daxili ilə sizi tanış edən dostlar. Daxili də təmir orta vəziyyətdədir. Kim istəsə halı, yüngül kosmetik işlər görə bilər. Daxili ilə tanış olaq. Sənə qəlbimlə inandım, gözümdən aldandım. Mənim olmayan birinə ürək verib gör necə bağlandım. Uşaq kimi yollarında qaldı gözüm, hər dəfə boylandı. Yar gələcək, gəlməyəcək, köməyim ol Allahım. Günah mənim özümdədir, səni özüm bilirdim mən. Hər kəs buna şahid idi, səni nə cür sevirdim mən. Sən yalanlarınla, xəyanətlərinlə hər dəfə bizi məhv etdin. Günah məndən axtarırsan, sən özün məndən çox səhv etdin. Mənzilimizi ətraflı siz üçün təqdim etdim. Əziz dostlar, Leningrad layihəli mənzildir, qanuni 3 otaq. Ərazində Bakıxanovda çox gözəl bir ərazidə yerləşir. Mərkəzi ərazidir, Bakıxanov Ticarət Mərkəzinə də yaxındır, Aygün Mall Ticarət Mərkəzinə də yaxındır, marşrut xəttinə də yaxındır, 252 nömrəli məktəb, böyük ticarət obyektləri, hamısı evin lap yaxın ətrafında yerləşir. Dostlar, mənzilin qiyməti qismən əşyalı vəziyyətdə, ona ev sahibi ilə danışmaq olar, hansı əşyaları saxlayacaq, qismən əşyalı vəziyyətdə 205 min manatla satışa çıxıb, Leningrad layihəli mənzildir, 9 mərtəbəli binanın ən gözəl mərtəbəsində yerləşir, 3-cü mərtəbəsi. Sənədlərində heç bir problem yoxdur, kupçası, texpasportu, bütün sənədləri qaydasındadır. Mənzil ipotekaya da yarayır, əziz dostlar, kim ipoteka ilə mənzil almaq istəsə, buyurub bizimlə əlaqə saxlaya bilər. Dostlar, nömrəm səhifədə var, mənzili təqdim etdik, kim alsa xeyirli olsun, kim bəyənsə buyurub əlaqə saxlaya bilər. Sağ olun, var olun.